Hörmətli müəllimlər, dəyərli valideynlər, əziz şagird yoldaşlarım və məktəbimizin dəyərli dinləyiciləri. Sizi Gələcəyin İşığı FM radiosunun növbəti buraxılışından salamlayıram. Bugünkü efirimizin insanı insan edən ən böyük dəyərlərdən biri mədəniyyətə həsr olunub. Mən məktəbimizin 7. sinif şagirdi Havin Qurizadə. 15 aprel Beynəlxalq Mədəniyyət Günü münasibətilə sizinlə birlikdə mədəniyyətin anlayışının mahiyyətini, əhəmiyyətini və gələcəyimiz üçün rolu haqqında danışacağım. Beynəlxalq Mədəniyyət Günü dünyada mədəni irsin qorunmasına diqqət çəkmək məqsədi daşıyır. Bu günün təşəbbüskarı məşhur rəssam və mütəfəkkir Nikolay Roerich olmuşdur. O hesab edirdi ki, müharibə və qarşıdurma zamanı belə mədəniyyət abidələri qorunmalıdır. Onun ürəyə sürdüyü fikir sonradan beynəlxalq səviyyədə qəbul olunmuş və mədəni irsin mühafizəsi üçün dünya üçün vacib məsələyə çevrilmişdir. Bəs mədəniyyət nədir? Sadə dillə desək, mədəniyyət insanın yaratdığı bütün maddi və mənəvi dəyərlərin toplusudur. Buraya dilimiz, ədəbiyyatımız, musiqimiz, rəqslərimiz, adət-ənənələrimiz, milli geyimlərimiz, davranış qaydalarımız və hətta gündəlik həyat dərsimiz də daxildir. Mədəniyyət insanın düşüncəsini formalaşdırır, onun dünya görüşünü zənginləşdirir. Azərbaycan zəngin mədəni irsə malik ölkədir. Qədim dövrlərdən başlayaraq bu torpaqlarda müxtəlif mədəniyyətlər inkişaf etmişdir. Qobustan qayaüstü rəsmləri minilliklər əvvəl yaşamış insanın həyat tərzini göstərir. Bu təsvirlər sübut edir ki, Azərbaycan muğamı 2008-ci ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına göstərir. Bu muğam sənətin təkcə milli deyil, həm də dünya miqyasındakı əhəmiyyətini daşıdığını göstərir. Muğam insanın hisslərini, düşüncələrini və daxili aləmini ifadə edən dərin musiqi janrıdır. Ədəbiyyatımız da mədəniyyətimizin əsas sütunlarından biridir. Dahi şair Nizami Gəncəvinin əsərləri əsrlər keçməsinə baxmayaraq bu gün də oxunur və sevilir. Onun yaradıcılığında ədalət, mərhəmət, insanlıq və mənəvi kamillik ideyaları ön plana çəkilir. Bu isə göstərir ki, əsl mədəniyyət zamanın sınağından keçir və dəyərini itirmir. Mədəniyyət yalnız keçmişlə bağlı anlayış deyil, o daim inkişaf edir. Hər nəsil öz töhfəsini verir. Bugün yazılan kitablar, çəkilən filmlər, bəstələnən musiqilər gələcəyin mədəni irsinə çevriləcək. Buna görə də mədəniyyət canlı və hərəkətdə olan bir prosesdir. Məktəblər mədəniyyətin formalaşması üçün mühüm rol oynayır. Məktəbdə keçirilən tədbirlər, ədəbi, bədii, gecə sərgiləri, tamaşalar şagirdlərin yaradıcılıq qabiliyyətini üzə çıxarır. Kitabxanada oxunan hər kitab, səhnəndə səslənən hər şeir, ifa olunan hər musiqi öz mədəni nömrəsinin inkişafı bir hissəsidir. Mədəniyyət insanın daxili dünyasını zənginləşdirir. Kitab oxuyan insan daha geniş düşünür. Musiqi ilə məşğul olan şəxs emosiyalarını daha düzgün ifadə edir. Rəsm çəkən və teatrda iştirak edən şagird özünü daha sərbəst və inamlı hiss edir. Bu şəxsiyyətin formalaşmasına müsbət təsir göstərir. Mədəniyyət həm də insanları birləşdirir. Müxtəlif millətlərə məxsus olan insanlar musiqi, ədəbiyyat və incəsənət vasitələrini bir-birini daha yaxşı anlayırlar. Qarşılıqlı hörmət və toleranlıq mədəniyyətin əsas dəyərlərindəndir. Azərbaycan tarix boyu müxtəlif xalqların və dinlərin dinc yanaşı yaşadığı məkan olmuşdur. Bu isə mədəni müxtəlifliyin güc mənbəyi olduğunu göstərir. Eyni zamanda mədəniyyət iqtisadi əhəmiyyətə də malikdir. Turizm sahəsinin inkişaf olduğu mədəni abidələrin, festivalların və sənət nümunələrinin rolu böyükdür. Lakin mədəniyyət yalnız iqtisadi gəlir mənbəyi kimi deyil. O, ilk növbədə mənəvi sərbəstdir. Əziz şagird yoldaşlarım, mədəniyyətə sahib çıxmaq hər birimizin burcudur. Milli dəyərlərimizi qorumaq, dilimizi düzgün istifadə etmək, tariximizi öyrənmək və başqalarının mədəniyyətinə hörmətlə yanaşmaq bizim vəzifəmizdir. Mədəni insan olmaq yalnız savadlı olmaq demək deyil, həm də ədəbli, anlayışlı və məsuliyyətli olmaq deməkdir. 15 aprel Beynəlxalq Mədəniyyət Günü bizə xatırladır ki, mədəniyyət sülhün, inkişafın və tərəqqinin əsas şərtidir. Mədəniyyət olmayan yerdə inkişaf da davamlı olmur. Çünki mədəniyyət insanın mənəvi dayağıdır. Yəni bunu yalnız bir tarix kimi deyil, düşünmək və nəticə çıxarmaq üçün bir fürsət kimi qəbul edək. Oxuyaq, araşdıraq, yaradaq, öyrəndiklərimizi gələcək nəsillərə ötürək. Çünki bugün yaratdığımız dəyərlər sabahın tarixidir. Mən 7. sinif şagirdi Havin Qurizadə. Gələcəyin İşığı FM radiosunun bugünkü buraxılışından sizinlə birlikdə mədəniyyət haqqında düşüncələrimi bölüşdüm. Ümid edirəm ki, bu mövzuda hər birinizi mədəni irsinizə daha böyük sevgi və məsuliyyət hissi oyatdı. Mədəniyyətimizi qoruyaq, inkişaf etdirək, gələcəyə inamla addımlayaq. Sağ olun, növbəti görüşlərədək.